Ne var ya? O belə şükür müəllimlə baxan. Yox, elə burada danışmaq. O tikillərdə çizgiler mi? Hə, ha. 50 metre tuğla. Gel böyle. Hadi böyle dur. Var. Bunun hamısı yani göl bunların hamısının ne kadar uşaqları, ne kadar qohumları var. Ham bak buradan dolanır. Haber vereceğiz. Ay ne kadar alicimiz var. Buyurun, özünüz təqdim edin. Mən Əliyev Allahverdi, Ağcabədi rayonunun Yuxarı Qiyamanlı kəndindənəm. Hal-hazırda biz neçə illərdə ata-babalardan burada yaşayırıq, neçə əsrlərdir. Biz burada qoymal sağlayırıq. Deməli, indi də bizə deyirlər ki, bəs siz bu torpalardan çıxıb getməlisiniz. Biz də o nöqtə nəzərdən bizə belə müraciət edirik ki, biz nəyə görə buranı tərk eləməliyik. Bizim atadan, babadan qalma torpaqlardır bizim torpaqlarımız. Bu dəqiqə bizim hal-hazırda bizim burada 1000 başa kimi qoyun saxlayırıq, qoyun saxlayırıq, elə bu xıda boynuzda. 100 başa kimi də mal saxlayırıq. Yəni bizi buradan biz buradan çıxandan sonra o heyvan hara aparacağını da onu biz bilmirik. Bizim üçün yemək yeri ayrımırlar. Çıxış yolumuz qalır ki, heyvan aparat ökək kürək. Bizim bizə çıxış yolumuz odur ki, biz bu heyvanı ancaq məhv edək və saxlamayaq. Yaxşı, heyvan Biz bütün ailə üzvlərimizlə burada yaşayırıq hal-hazırda. Burada da dolanırıq. Yəni bizim ailə dolanışıq yerimiz yoxdur. Biz ancaq burada neçə illərdir burada məskunlaşıb, burada yaşayırıq. 6 metr Qaradağın torpağı susuz var burada, Qaradağ rayonu. Buyurun. Biz hal-hazırda burada yaşadığımıza görə, indi o bizdən o torpağı almaq istəyən insanlar, elə hal-hazırda bizim 20%-dən artıq torpağımız erməni işğal altındadır. Geçsin onu alsınlar. Bizdən niyə Allah ki bu torpaqlar? Biz hal-hazırda burada məskunlaşıb, burada yaşayırıq. Biz xarici millətin əski cəmat yox. Ağcabədi rayonunun mərkəzə məlumat verib ki, 7000 bu ergi və haramı zonasında 7000 qoyun var. Lakin Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsində burada vaksinasiya iş aparıb, 250.000 qoyunun vaksinasiyası aparıb. Əgər bu qoyun yoxdursa, nətər vaksinasiya aparıb? Nəyə görə bu məqsəd nədir ki, bu devləti belə anladırlar? Prezidentin bundan xəbəri yoxdur. Mən xahiş edirəm, prezident bunu araşdırsın, bu lazım olan adamları cəzalandırsın. Bu cəmaatı bu zülmdən qutarsın heç olmaz.